Mixed test, qarışıq testlər, Solmazın istəyi üzərinə. Deməli, birinci choose the correct variant, düzgün variantı seçməliyik. Ümumiyyətlə, qarşınıza imtahanda belə bir test çıxsa, qarışıq testlər deyək də, birinci nəyə baxırsınız? Mürəkkəb cümlədir. Mürəkkəb cümlə iki sadə cümlənin birləşməsidir. Əgər cümlənin özünün xüsusi göstəricisi varsa, hər iki cümlənin ona uyğun qoyuruq. Əgər yoxdursa, onda zaman uzlaşmasına, variantlara fikir veririk. Biz görürük ki, burada these people var, mübtədamız var, indi xəbərini seçəcəyik. Göstəricisi nədir? Ago'dur, sadə keçmiş zaman. Deməli, birinci hissə nə olmalıdır? Sadə keçmiş zaman. Burada A gedir, B gedir, C gedir, qaldıq D ilə Y arasında. İkinci hissə isə yet var. Yet isə inkar cümlənin indiki bitmiş zamanda, inkar cümlənin sonunda işlənir deyək də. Ona görə bizə nə lazımdır? İndiki bitmiş zaman hansıdır? D variantı olacaq. Haven't seen. These people arrived a week ago, but I haven't them yet. Deyir, bu insanlar bir həftə qabaq gəliblər, amma mən onları hələ görməmişəm. Cavab olur nə? D variantı. Keçək ikinci suala. Baxıram, burada yet var, göstərici, bitmiş zaman göstəricisidir. When the taxi olacaq. Deməli, came-dirsə, bitmişin göstəricisidir yet. İndiki bitmişin göstəricisidir. Deməli, taksi gələndə bizim şeylərimiz deyir paketlənməmişdi. Burada amma zaman uzlaşmasına fikir verəcəyik. Çünki birinci hissənin when-dən sağ tərəfdə olanın göstəricisi yoxdur. Came-lə have keçmişlə indiki zaman uzlaşmaz. Has ümumiyyətlə indiki bitmişli gələcəklə uzlaşmır. Keçmiş keçmişlə uzlaşa bilər. D variantı yanlışdır, had-lə have. Ümumiyyətlə bir cümlədə iki gələcək, bir variantda iki gələcək varsa o yanlışdır. When the taxi came, our things hadn't been packed yet. Taksi gələndə bizim əşyalarımız hələ paketlənməmişdi. Cavab olur C variantı. Zaman uzlaşmasına diqqət yetirirsiniz. Hərəsinin ayrı göstəricisi olsaydı, ona uyğun ayrı-ayrı qoyardıq. Amma burada artıq nədir? Uzlaşmaya mütləq variantlarda diqqət yetirməliyik. Keçək üçüncü suala. Look at the fence. Hasara bax. Since-də. Since-i görən kimi siz, since-in sağ tərəfində sadə keçmiş, sol tərəfində isə indiki bitmiş zaman götürməliyik. Və burada sadə keçmiş come getdi, have come getdi, will come getdi. Qaldıq A və D arasında. İndiki bitmiş də hansıdır? Has, have, has üstəgəl verb quruluşu. Və burada məchul növdə olduğu üçün hasn't been repaired yazılıb. Look at the fence. It hasn't been repaired since we came here. Deyir, hasara bax, biz gəldiyimizdən bəri, yəni hələ də təmir olunmayıb. Hasar təmir olunmayıb anlamında cavab D variantı. So many trees since. Yenə də since-in sağ tərəfi sadə keçmiş olacaq. Getdi, A, B, Y arasında qaldıq. So many trees has olmaz yəqin ki, cəmsimdə uzlaşanda have olur. Və since-dən sağ tərəfdə sadə keçmiş olsa da, sol tərəfdə bu olmaz. Qaldı hansı variant? A variantı. So many trees have been planted since we moved here. Biz bura keçdiyimizdən bəri bir çox ağaclar deməli əkilib. Keçək 5-ci suala. You the article till the end before she you for the dictionary. Deməli, had you translated this article till the end before she? Baxaq burada. Had keçmiş zamanda, ask indiki zamanda uzlaşmaz. Keçmişlə indiki uzlaşmaz. Ask indikidir, did keçmişdə uzlaşmaz. İndiki olsaydı yenə də asksı olardı. Yenə də doğru deyil. Have asked olmaz. Uzlaşmamız nədir? Y variantı. Had asked. Keçmiş sadə və keçmiş bitmiş. Ana zamanlarımız sadə indiki, sadə keçmiş, sadə gələcək zamandır, düzdür? Əgər sağ tərəf keçmişdirsə, sol tərəfdə keçmiş olur. Since-də bir dənə bu istisnamız pozulur. Onu da bayaq izah elədim. Had you translated the article till the end before she asked you for the dictionary? Before deyirsə, deyir ki, sən lüğəti soruşmamışdan əvvəl məqaləni tərcümə edibmi, etmisənmi daha doğrusu? Lüğətə müraciət etmədən. Till the end before. Sona dək deyir, məqaləni oxumusanmı? 6-da, when my parents home they found. Burada bizə göstərici found, keçmiş zamandır. Sadə keçmiş zamandır. Deməli, keçmişlə də nə olar? Keçmiş uzlaşar. Found, but that everybody. Deməli, when my parents
came home, they found but that everybody had left. Artıq hər kəs getmişdi. Mənim valideynlərim evə gələndə onlar gördülər ki, hər kəs artıq gedib. Hər kəsin getməsi, düşünün, yəni mən əgər gəlirəm otağa, görürəm ki, hər kəs gedib. Deməli onların getməsi əvvəl baş verən hərəkətdir. Deməli burada bitmişlik var. Və bitmişlik varsa had left və B-də have left arasında qalırıq. Have indiki bitmişdi, came keç sadə keçmişdi. Bunlar uzlaşmaz. Cavabımız elə A-dır. When my parents came home, they found but that everybody had left. Cavab olacaq nə? Deməli A variantı. Keçək 7-ci suala. When the performance deməli yetib görürəm burada. Yeti görəndə inkar cümlədə işlənir. İndiki bitmiş zaman və yaxud da bitmiş zaman deyək də. Mod gələcəkdi, find, getdi bunlar. Elə avtomatik cavabımız A qaldı. When the performance started, we hadn't found our seats yet. Deyir, nümayiş başlayanda biz hələ öz yerlərimizi tapmamışdıq. Gəldik 8-ci suala. Since-dir yenə. Since-in sağ tərəfi sadə keçmiş olar. Getdi, 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 getdi. Elə avtomatik qaldı. D variantı. Birinci tərəfdə indiki bitmiş olur. Gəldik 9-cu suala. Yenə yetə baxıram. Yeti görürəm ki, mənə inkarlıq lazımdır. A getdi, B getdi, C getdi. Çünki indiki bitmişin və yaxud da bitmiş zamanın inkarıdır. Və burada zaman çox önəmlidir. Julia was nervous because nothing has been done yet. Əsəbi idi, çünki hələ də heç nə yerinə yetirilməmişdi. Qayda baxaq, nəyisə səhv etdiyimi. Julia is nervous because nothing has been done. Nothing burada inkarlıq var deyə bizə təsdiq lazım olacaq. Deməli, Julia is nervous because nothing has been done yet. Cavab A variantı. Всё. Gəldik 10-cu suala. Təkrar edirəm yenə, çünki inkar cümlədə işlənər. Nothing var deyə ikinci inkara ehtiyacımız yoxdur. Cavabımız olur. İndi ilə də indiki bitmiş uzlaşacaq. Cavab olacaq A variantı. Mother angry because nothing. Yenə də inkar var, yet var. Və burada bizi belə aldadılar. Deməli, nothing varsa bir cümlədə iki inkar olmaz. Ona görə nə gedəcək buradan? Bu inkar gedəcək. Bu niyə belə oldu? Bu inkarımız da gedəcək. Səhvdir yəni. Və baxıram ki, mother will be angry because nothing acıqlanacaq. Çünki for the party yet. Hələ heç nə hazırlanmayıb. Has been bought. Keçmişdən indi olmaz. Getdi, elədiyi variantı. Had been olmaz. Mother is angry because nothing has been bought for the party yet. Hələ heç nə hazır olmayıb. Acıqlıdır, çünki hələ heç nə hazırlanmayıb. Cavabımız olur B variantı. B. Keçək 11-ci suala. No sugar. Burada nəyə fikir verir? Bir cümlədə iki inkar işlənməz. No varsa birinci hissədə nələri çıxıram? Wasn't çıxıram. Sonra isn't çıxıram. Left because all of it for cake. Deməli, baxıram indi was-la has uzlaşmaz. Deməli, was-la had been. There was no sugar left because all of it had been used for cakes. Orada deyir, yox idi şəkər tozu, çünki hamısı istifadə olunmuşdu. Cavab olacaq nə? Olunmamışdı. Əslində D ilə Y də uyğun gəlir uzlaşmaya görə. Sadəcə tərcüməyə baxırıq. Deyir, orada şəkər tozu qalmayıb, çünki hamısı istifadə olunub. Burada deyir, şəkər tozu qalıb, çünki hamısı istifadə olunub deyə bilmərik. Qalmayıb, çünki hamısı istifadə olunmayıb. Yox, olunub. Cavab D variantı tərcüməyə görə. 12-ci sualda Jack quite experienced as he here for 10 years. For varsa bilirsiniz ki, burada nə olmalıdır? Bitmiş davam edici zaman olmalıdır. Will getdi və was-la da has uzlaşmaz. Biri keçmişdi, biri indiki bitmiş. Is-lə had been working da uzlaşmaz. Və will gələcək zaman getdi. Y variantı. Jack is quite experienced. Kifayət qədər təcrübəlidir. As he has been, çünki has been working here for 10 years. Burada 10 il işləyib və hələ də işləməyə davam edir. Cavab Y variantı. Keçək 13-cü suala. Did Nick leave a message before he has reached the airport? Uzlaşma pozulub. Did, has, indiki və keçmiş uzlaşmaz.
Has left və ed reached keçmiş zamandır. Has left isə indiki bitmiş zamanda uzlaşmaz. Does will ümumiyyətlə will reach ümumiyyətlə getdi. Yenə reached olardı və yaxud da belə də yanlışdır. Had Nick left a message before he reached the airport? Before-un əvvəl keçmiş bitmiş, sonra sadə keçmiş olacaq. Deyir ki, aeroporta çatmamışdan əvvəl mesaj buraxıbmı? Yəni onun mesaj buraxması aeroporta çatmamışdan əvvəl olduğu üçün, birinci hərəkət olduğu üçün orada keçmiş bitmiş olacaq. Sonra isə sadə keçmiş, cavab olur Y variantı. Keçək 14-cü suala. Mark decision by the time you office. Deməli, did keçmiş, have indiki bitmiş. Has indiki bitmiş, bu keçmiş olmaz. Since olsaydı olardı. Does ümumiyyətlə bağlacın sağ tərəfi gələcək zaman olmaz. Will are, had arrived. Will Mark deməli. İndiki bu tərəfdə davam edici, burada gələcək zaman uyğun deyil. Cavab Y variantı. Had Mark announced his decision by the time you arrived. Deyir, sən ofisə çatana qədər artıq qərarını vermişdimi Mark? Cavab Y variantı. Uzlaşmaya baxırsınız, keçmiş, bitmiş, keçmiş. Yəni, ana zamanımız keçmişdir. Keçmiş də bir-birindən uzlaşar. 15. The population of our capital since varsa sağ tərəf sadə keçmiş, yəni keçmiş, bitmiş yox, getdi. Birinci tərəfdə də nə olmalıdır? İndiki bitmiş, cavab D variantıdır. Before Helen has gone to Lisbon, she. Deməli, before deyirsə, Helen'in sağ tərəfi sadə keçmiş olacaq. Yəni olmayacaq, getdi, keçmişlə ümumiyyətlə indiki uzlaşmır. Had gone iki tərəf had olmaz. Will go search. Bağlacın sağ tərəfi gələcək olmaz. Cavab C qaldı. Deyir, Helen deyir, Lisbona getməmişdən əvvəl o for a lot of information about o şəhər haqqında çoxlu araşdırma aparmışdı. Deməli, onun araşdırma aparması birinci hərəkətdir. Ona görə bitmişliyi var. Getməsi isə ikinci hərəkətdir. Before-dan əvvəl bitmişlik var yəni. Ona görə cavab C variantıdır. Keçək 17-ci suala. Deməli, after my driving license, my father, me a new car. Mən sürücülük lisenziyası əldə etdikdən sonra atam mənə maşın alacaq. Əldə etdikdən sonra atam mənə maşın alacaq. Deməli, burada olacaq. Birinci gərək mən onu alım ki, sonra atam mənə maşın alsın. After I will get bağlacın sağ tərəfinə olmaz. Gələcək zaman olmaz. After I get my driving keçmiş ümumiyyətlə indikilə uzlaşmaz. Bu ümumiyyətlə uzlaşmaz. Had got, after I had got my driving license, my father bought me a new car. Deməli, birinci mən almalıyam, birinci hərəkətim olmalıdır, bitmiş. İkinci hərəkətim olmalıdır, bought sadə keçmiş. Cavab olur C variantı. Would-dakı indidən uzlaşmaz. 18-ci sualı. Yesterday my mother, because she, dünən mənim anam, görsün göstəricisi var, sadə keçmiş. Yesterday my mother let her daughter go to the yard because she her homework. Burada nə olmalıdır? Dünən anam, sadə keçmiş olan hansıdır? Bir letdir. Prosta let hasn't done olmaz. Y-yə baxırıq. Deməli, yesterday mother didn't let her daughter go to the yards. Dünən ana icazə vermədi qızına getməyə. Deməli, hara, həyətə. Çünki because she hadn't done her. Çünki etməmişdi. Yəni, hərəkəti etmədiyi ondan əvvəl idi. Etmədiyi üçün o da ona icazə vermədi. Cavab olur Y variantı. 19-cu sualda we in the park then under a big tree and the fresh. And-in sağ və solunda hər ikisi eyni zaman olacaq. Biz parkda gəzdik, sonra ardıcıl hərəkətlərdir. Walked, sat, enjoyed olacaq. Cavab olacaq D variantı. Biz parkda gəzdik, sonra ağacın altında oturduq və təmiz hava qəbul etdik, zövq aldıq deyə cavab D variantı ardıcıl hərəkətlərdir. Belə, 20-ci sualın cavabını isə özün taparsan. Bax, tapa bildinsə deməli dərsi anladın.